Binə qəsəbəsində Fəxrabatın tam yanında, yəni mərkəzə yaxın yerdir. Safxoz deyil də, bura biraz mərkəzə yaxın olan hissədir. Fəxrabatın düz yanında, asfaltdan 100 metr aralı, 100 də deyil, 50 metr aralı, ana yoldan 150-200 metr aralı. 4 otaq, 3 sotda şəxsi tikilib, qiyməti 78 min. Evə bax. Evin böyüklüyünə söz yoxdur. 114 kvadrat təmiz içidir ya. Yəni böyük evdir. Bura qonaq otaqdır. Burada bir yataq otağımız, aboyu, lüstru, patoloqu, hər şeydə, yəni tam təmir evdir. Hətta içəri pirqorotkalarına kimi görürüz, hamısı qoşa daşlı. Moşnev istəyirsənsə, moşnev budur. Hamısı da qoşa daşlı, qıraqlardır. Bax, pəncərə düz, həyətinə baxır, arxaya keçir. Burada da bir dənə otağın içində otaq təşkil edirlər. Oturma otağı, kompüterizat qoyublar, belə bir şey təşkil edirlər. İndi evin sizi 2 yataq, 1 zal, 3 yataq, 1 zaldır. Bir dənə də mətbəxi ilə tanış edeyim. Bax, burada mətbəx səsidir. Mətbəxin böyüklüyünə baxın. Mətbəx mebeli qalır, dostlar, amma əşyaları götürəcək ev sahibi. Normalda ölçülər çox genişdir. Bax, mətbəxdən də koridor kimi. Elə bir şey eləyiblər də. Koridor kimi eləyiblər. Sağ-sol hamam tualet, koridordan mətbəxə, qonaq otağına keçir. Bu hamam otağıdır. Bura moyka hissəsidir, pluslu tualeti də ayrıdır. Tualetini zəhmət olsa göstər. İndi sizə həyətyanı ərazi ilə tanış edirəm. Bu da evimizin xarici görünüşüdür. Gördüyünüz kimi 3 sot həyətyanı ərazisidir. Evin arxasına da keçmək olur. Daha doğrusu böyür tərəfinə keçmək olur. Pəncərə raşotkalarına qədər hər bir şey vurulub. Yerdən kürsülüdür, padvada giriş var. Həyətə 4-5 maşın rahat daxil olar. Ehtiyac su səninə kimi qoyulub. Dövlətin suyu, qaz işığı, hər bir şey var. Məhlə hissəsini göstərmirəm, amma Fəxrabatdan bu evə qədər 150-200 metr yoxdur. Genişlə məhləyə qapısı açılır.